Düzdür, Avropada devrilən şahın oğlu Rıza Pəhləvi iqtidara alternativ ad kimi önə çıxır. Bu istiqamətdə Pəhləvi həm Amerika Birləşmiş Ştatlarından, həm də Avropadan dəstək gözlədiyini açıq etiraf edir. O, düşünür ki, hakimiyyətin devrilməsi üçün indi şans Qərbin ayağına gəlib. Pəhləvinin fikrincə, Birləşmiş Ştatlar İranın hərbi aktivlərinə zərbə endirməlidir. Lakin o özünü hakimiyyət üçün ideal hesab etsə də, Ağ Ev rəhbəri Donald Trump belə düşünmür. Trump Pəhləvinin İran daxilində liderliyi ələ keçirmək üçün kifayət qədər dəstək qazanacağına əmin deyil. Onun bu fikri isə Pəhləvinin perspektivlərini şübhə altına salır. Həmçinin Ağ Ev rəhbəri bu açıqlamasıyla Rıza Pəhləvinin siyasi cəhətdən davamlılığına etibarının olmadığını nümayiş etdirdi. I believe the president is a man of his word, as I said before. Prezident Trump'ın sözünün üstündə duran bir insan olduğuna inanıram. Bunun neçə gün çəkəcəyini bilmək olmaz. Ümid edək ki, gec yox tez olar. Hər hansı bir addım atıb atmamasından asılı olmayaraq bizim mübarizəni davam etdirməkdən başqa yolumuz yoxdur. Addım nə qədər tez atılsa, bir o qədər çox insanın həyatı xilas olar və rejimin süqutunu daha tez görə bilərik. Mən hələ də Trump'ın öhdəliyinə inanmaq istəyirəm ki, yardım yoldadır. O, İran xalqının yanında duracaq.